Salam ilə sizinlə birlikdə bu əməliyyatı dəyərləndirəcəyik. Belə bir entry situasiyamız var. Biasımız açıq şəkildə longdur. Burada gəldi çox kiçik bir diapazonda bizi almayıb indi əməliyyatı. İndi gözləyirik ki, əməliyyatı alsın. Biasımız açıq şəkildə longdur. Bu əməliyyatı mən YouTube kanalımda paylaşdıqdan sonra Telegram kanalımda da bununla bağlı videolar olacaq. Market indi buradan uçuşa keçəcək, onu da deyim. Alsa bizi çox gözəl olur, almasa market buradan uçuşa keçəcək. Çox mükəmməl şəkildə yüksələcək. Alma və yəni açıq şəkildə yüksəldi. Təəssüflər olsun deyəsən. Biz əməliyyata daxil ola bilmədik. Amma onu deyim ki, millət, bu əməliyyatı mən Telegram kanalında paylaşacağam. İzahlı şəkildə bu modeli, 9 ayın modelini izahlı şəkildə paylaşacağım. Hər kəsin öyrənməsi üçün, öyrənib faydalanması üçün. Telegram kanalında dərslərimiz olacaq. Həftədə bir dəfə tapşırıqlarla bərabər ödəniş şəkildə bu dərslərimiz olacaq. Qatılmaq istəsəz gələ bilərsiniz. Əlavə olaraq millət, onu deyim ki, bu əməliyyat yəni super əməliyyat idi, super əməliyyat idi. Sadəcə yəni bizsiz təəssüf olsun gedir. Çox kiçik bir diapazonda 4 arlıq bir əməliyyat idi. Neçar verib? Vay vay, çox hardan? Çox pis oldu. Həqiqətən çox pis oldu, çünki neçar verib? Dəqiqə. Əslində çox gözəl bir 3 arı verib. 3 arı verib amma olsun. Artıq limiti dayandırıram, çünki bundan sonra market gəlib almasını da istəmirəm. Limit saxladım, amma təəssüf olsun, əməliyyat gözəl əməliyyat idi. İndi sözüm nə deməkdir? Deməli, bu tip əməliyyatlara öyrənmək istəyirsə, yenə ödəniş şəkildə paylaşacağım. Telegram kanalımızda aktiv ola bilərsiniz. Orada bölümü aktivləşdirəcəm. Sırf bununla bağlı suallar orada olacaq, model, data yığılacaq və s. Hər biriniz düşünürəm ki, bu pozisiyanı rahat şəkildə ala biləcəksiniz. Burada ilkin məlumatlarınızda mən paylaşmışam, məsəl üçün sıfırdan trading dərsləri də. Düşünürəm ki, hər birini artıq bilirsiniz. Bilmədiyiniz bir mövzu yoxdur. Çünki bütün mövzunu orada paylaşmışam. Bu buranda alacaq, onu da deyim millət. Yəni yüksək ehtimalı buranı alacaq. Almasa da burada 3 arı çox gözəl şəkildə verib. Çox ideal şəkildə verib, amma hayda alması çox yüksək ehtimallıdır və mən düşünürəm ki, hayda alacaq. Hə, bu buradan qorxuzar, yəni gələr bura, misal üçün buradan qalxar və s. Bu mövzulardan narahat olmayın. Buna kod deyilir əslində. Buralardan gəlib bu şəkildə etməsi, dəqiqə yanlış oldu. Bu şəkildə yüksəlib, bunu etməsinə buna kod deyilir. Bunları da izah edəcəm. Yəni narahat olmayın, market buranı alacaq. Nəysə. İndi əməliyyatımızı izləyək, görək nə nəticə verəcək. Səbirlə onun teyprat olmasını gözləyəcəm. Düzdür, mənsiz getdi. Təəssüf olsun. Amma yəni əməliyyatın əsas olan uğurlu olmasıdır. Çünki bu gün olması da sabah dəyərləndirəcək. Yəni mövzumuz odur. Ona görə də əsas burada əməliyyatın teyprat olmaması daha vacibdir. Amma hələ də bilmək olmaz, yəni çünki gəlib ala da bilər. Əgər yaxınlaşsa mən oradan limit əmri atmağı düşünürəm. Çünki əməliyyatın take-out olacağına bir növ %100 əminəm. %100 təbii ki, bir mövzu yoxdur. Yəni güvənli əməliyyatdır deyə düşünürəm. Ona görə gəlsə limit də ata bilərəm. Baxırıq necə gəlir. Gəliş də çox önəmlidir. Amma ümumiyyətlə Nasdaqın 930 situasiyalarında ən çox sevdiyim tərəfi marketin həqiqətən bias düzülsə, hər şey düzülsə, take profit olma olasılığı çox yüksəkdir. Yəni market çox yüksək take profit eləyir. Yəni sürət şəkildə take profit nə yorur? Bunun avantajı nədir? Ki psixoloji yorğunluq olmur. Əməliyyatı axıra qədər saxlaya bilmədiyim deyə bir şey olmur. Yəni market onsuz da bir dəqiqə 3-də 3 ar hədəfləmişdinsə, burada aldı, 2 dəqiqə ərzində take profit oldu. Aydınmı? Əgər ki 3 ar hədəfləmişdimsə, indi burada alsaydı əməliyyat. Yox, indi neçə ar hədəfləmişəm? 4 ar hədəfləmişəm. Hə, neçə dəqiqədir? 1, 2, 3, 4, 5, 7, 10 dəqiqə take profit olacaq. Yəni deyirəm ki, saatlarla gözləməyin bir mənası yoxdur. Avantaj buradadır. Hə, dezavantaj nədir? Bir dəqiqəyə də sürətli reaksiya verməsi. Yəni bir dəqiqə də özü kiçik zaman dilimidir. Yəni orada market ə, sərt onsuz da reaksiya verir, amma burada daha sərt verməsi. Yəni qızılla müqayisədə daha sərt olması. Ona görə yəni buranın belə də bir dezavantajı var. Sonra millət, dəqiqə görüm ekran hansını göstərir? Mhm. Ha, düz göstərir. Trading video yox.
Hı, düz göstərir. Okey, millət, səbirlə gözləyək. Əslində enter olsaydı, yəni bu əməliyyatda mən düşünürəm ki, break-even atmağa dəyərdi artıq. Çünki market gözəl yüksəlib, çox gözəl yüksəlib. Amma belə situasiyalarda market gəlib alıb gedə də bilər. Yəni burada təması yoxdursa, ikinci təmas, yəni təmas nəyə nəzərdə tuturam? Bir var, market burada bu bloka bu şəkildə təmas eləsin, yəni qalxan şamla birlikdə və yaxud da belə də bir də belə gəlsin təmas eləsin. Yəni yüksəlsin, gəlsin təmas eləsin və elə yüksəlsin. Bu da ola bilər. Lap bura gəlsə əslində entry ata da bilərəm, amma burada az risklə. Çünki az risklə nəyə görə? Çünki az öncəki kimi yüksək güvənli əməliyyat deyil. Burada misal üçün 400 dollar. Tamam, gəlin ataq. Fondda hesab olduğu üçün, yəni hər biri qənimətdir. Hı -hı. Biz aldı əməliyyata. Nə olsa qənimət gözü ilə baxırıq. Yəni, gözəl yerdən enter oldu. Daha da aşağılardan edə bilərdik əslində. Daha aşağılardan enter edə bilərdik. Hardan edə bilərdik? Onlar da video dərslərdə görəcəksiniz. Bəs bu əməliyyatı almaq çətindir, asandır. Bu mövzularla narahat olmayın. Yəni, çox sadə mövzulardan, onsuz da bu mövzuların üzərindən keçəcəyik. Millət, break-even atıram artıq. Yəni, bunun gəlməsini istəmirəm, bura gəlsin. Ə, yəni, çünki gəlməsi mənə sərf eləmir. Buradan market, yəni, uçuşa hazırlaşmalıdır, uçmalıdır. Aşağı gəlsə artıq istədiyim əməliyyat deyil. Yəni, buradan sərt atıla bilər aşağı. Bu atsa istədiyim əməliyyat deyil. Atmasa, tamam. Yəni, bir dəfə uçub take profit eləməsini istəyirəm. Gözlədiyim budur açığı. Market, yəni, mükəmməl, mükəmməl. Hı -hı. Bir də bu əməliyyatların live olması, yəni mən gözəl tərəfi budur. Yəni live olması. Neçə sar almışıq millət? Gəlin baxın, yenə 3 sar almışıq. Yəni misal üçün mən burada indi az daxil oldum, çünki birinci daxil olduğum əməliyyat deyildi. 3 sarımı burada bağlaya bilərəm əslində. Yəni arar gözü ilə baxdıqda çox gözəl arar dəyərləndirmişəm. Amma mən bura gələcəyinə əminəm deyə indi bu gəlməyə də bilər və yaxud da break-even edib elə də gedə bilər. Təbii ki, hamısı ola bilər. Amma ehtimallar üzərində, yəni datama əsasən ora gəlmə ehtimalı çox yüksəkdir. Amma break-even edib getmə ehtimalım varmı? Var, çoxdur. Ona görə əslində normalda bu əməliyyata ilk başdan daxil olsaydım, qətiyyətlə toxunmayacaqdım. Yəni nə break-even, nə stop, nə take profit axıra qədər saxlayacaqdım. Çünki bəzən olur. Yəni belə etdikləri olur ki, gəlib çox əlaqəsiz bir iynə ilə, yəni necə əlaqəsiz? Gözləmədiyim bir iynə ilə, gözləmədiyim bir düşüşlə break-even eləyib, sonra da çox sürət şəkildə əks istiqamətə getdikləri olur. Yəni bu yaşanmış bir şeydir. Ona görə bunu istəmərəm olsun. İndi görək necə reaksiya verəcək. Bundan bərabər millət qızıla da baxım. İndi qızılda da əməliyyatım var. Onu da unutmayım. Aha, özü üçün gedir. Əla. Mhm. Yəni artıq buradan atmalıdır yuxarı. Yəni bunun aşağı dib bağlamasını istəmirəm əslində. Yəni çox sərt atmasını istəyirəm. Amma yenə dediyim kimi bu bir dəqiqədə marketin burada verdiyi reaksiyalar biraz fərqli ola bilər. Görürsünüz necə aksiyonlar hərəkət eləyir. Bunu başqa partilərdə qızılda, Forex-də görə bilmərsiniz. Mhm. Break-even eləməyə gəlir deyəsən.
Stopu daha doğrusu çəkə bilərəm bura, amma çəkməyəcəm. Çünki mənim gözlədiyim uçması idi. Yəni bu artıq istədiyim deyil artıq. Ona görə breakpoint ola bilər. Yəni daha sərbəstdir. Breakpoint ola bilər çünki buradan uçmalı idi. Hə, stopu çəkərəm bura. İndi bax görəcəksiniz özünüz canlı görəcəksiniz. Görürsünüz atdı. İndi bax bunun buradan yüksəlməsinə bir dənə diqqət eləyərsiniz. Market necə yüksələcək? E, yəni bu olur bunda. Açıq düşünmürəm. Gəlsən bundan sonra, yəni burada qırsın və buradan yüksəlsin. Bunu düşünmürəm. Buradan yüksəlməlisə buradan yüksəlməlidir. Əgər ki yüksəlməsə bu əməliyyatı uzatmağın bir mənası yoxdur. Enter eləmək olarmı? Biraz aşağı düşsə enter eləyərəm. Amma yəni artıq o güvənli əməliyyat deyil. Həmin güvənli əməliyyat deyil məndə artıq gözümdə. Çünki uçub getməli idi. Niyə uçub getmədi? Getməsə deməli burada artıq səbirli olmaq lazımdır. Yəni ekstra əməliyyatları açmağın bir mənası yoxdur. Qaldı ki fondəti hesabla. Ən gözəl tərəfi millət, bunu canlı olaraq mən sizə danışmağımdır. Çünki baxın necə dedim, market dediklərimi necə eləyir. Bunu nə hardan bilirəm? Bəs datam var. Aydınmı? Yəni bununla bağlı mən çoxlu praktik edirəm, çoxlu üzərində işləyirəm. Görürsünüz necə dedim ki, ya break-even eləyib uça bilərmi? Yəni bu olur. Sizə az öncə dedim ki, əməliyyatları açan zamanı stop take profit toxunmuram. Çünki bilirəm ki, əlaqəsiz düşüş, əlaqəsiz iynə gəlib break-even eləyə bilir. Bunu bildiyimə görə mən toxunmuram onlara. Faktiki burada da eyni şey yaşanır. İndi buradan uçub teleport olacaq. Amma artıq daha bizsiz. Yəni iki əməliyyat açdı, ikisi də bizsiz. Qızıldakı əməliyyat xaric, indi qızıl özü üçün gedir. Orada sürət bu qədər deyil. Yaxşıdır. Onsuz da orada bir dəqiqədə açmamışam. Amma Nasdaq bir dəqiqədədir. Görə necə reaksiya verəcək. Aha. Yəni millət onu da deyim. İndi deyərsiniz ki, bəzən olur, yəni o təcrübəsiz insanlar danışır. Bəs sən break-even oldun, bu nə strategiyadır falan. Birdən bunu desəniz, yəni bir anlıq düşünün ki, birincisi yəni biz məcburi deyil, onu başa düşün. İkincisi də ki, bu öyrətmə məqsədidir. Sonra üçüncü olaraq da bir də mən bunu dəfələrlə dedim ki, bax bu əməliyyata mən artıq güvənim azaldı deyə başlan girsəydim, giriş etsəydi, burada limitimi almadı mənim. Oradan alsaydı, break-even stopa toxunmayacaqdım və əməliyyat bilirəm ki, %100 take profit olacaqdı ki, yayını açandan bəri mən nə qədər artıq əmin olacaq sözlər ifadə etmişəm. %100, %100, %100. Bunu hər kəs bu qədər. %100 dediyim də millət, yəni %100 deyil, onu da deyim. Yəni sadəcə data məsələsən hə böyük ehtimal, belə daha yaxşıdır. Ki böyük ehtimal take profit olacaq, çox böyük ehtimal. Hə, bu artıq təcrübədir. Və yaxud da ki, mən bura gələcəyin, bunu edəcəyin, bunu etdikdən sonra verəcəyin reaksiyaları hamısını demişdim. Və yaxud da siz standart 3 arna işləsəniz, bu çox yüksək take rate olar. Açız, indi görəcəksiniz də bir ikdə back testini də atacağıq, bir ikdə live rate-də. Bir ikdə live rate-dən deyəmərəm, amma eyni vaxt oturacağıq deyə qrafikin qabağında. E, eyni hər kəs əməliyyat atacaq da qrupa. O zaman görəcəksiniz ki, demək, həm hər kəs eyni əməliyyata girib. Həm də burada artıq bu şəkildə davam edir. Mən FVG istifadə etmirəm çox açığı, amma burada bir FVG-miz var, onu da çəkim. Uzun zaman olub artıq FVG istifadə etmədiyim. Burada bir blokumuz var. Mhm. Ondan sonra daha qəşəngdir. Baxaq. Hə, bu blokların bir effekti varmı? Yox. Yəni bu zaman artıq diblərdə hə effekti varmı? Var. Amma buralarda artıq daha bir mənası varmı? Yəni nə qədər var? Çünki ekstrem bloklar deyil. Bunların effekti bilmirəm nə dərəcədə ola bilər. Bunda çəkim qıraqda qalsın. Mhm. Az öncəki əməliyyatımız nə qədər verdi, ona da baxaq. Tam buradan döndü, düzdürmü? 2,86.
Error. Hətta biraz yuxarıda 2,88. Əslində yaxşı verib. Dəyərləndirə bilərdimmi? Əlbəttə, amma mənim qaydalarımda hər əməliyyata 3 arla daxil oluram. Ona görə almazdım bu əməliyyatı. Hı -hı. Normalda bu qədər yormur. Bugün bizlə video çəkdiyimizi bilir deyə, Market Maker bizi izləyir deyə, bilir ki, video çəkirik. Və video çəkdiyimizi bildiyi üçün etdiyi işlər. Hı -hı. Yoxsa belə etməzdi. Kimsə deyib ki, video çəkəcəyik. Take Pro olana qədər də millət. Bu dərsləri də buradan öyrənə bilərsiniz, onu da deyim. Baxın, burada live tradelərimi də paylaşmışam. Sonra motivasiya olsun deyə hansı fon hesabları istifadə edə bilərsiniz, sıfırdan trading dərsləri və s. və s. və s. Bu 5 dərs davam edəcək. Birinci dərs paylaşılır, yavaş-yavaş paylaşılacaq. Belə, yəni dərslərimiz var. Yəni öyrənib qazanmağınız üçün hər bir şey. Yəni çalışıram ki, sizə asanlıq gətirə biləcək hər bir şey. Ola bilər buradan misal üçün düşünürəm ki, yəni buradakı dərsləri ciddi nəzarət lazımdır ki, siz tam mənimsəyəsiniz. Amma onun üçün də Telegram kanalımız var. Yəni sırf o mövzu üçün də Telegram kanalımız var ki, orada artıq hər biriniz öyrəndiyiniz dərsləri suallarını soruşa biləsiniz, sonra praktik edə biləsiniz və yaxud da çətinlik çəkdiyiniz mövzularda ə, dəstək ala biləsiniz. Evet, baxaq burada 15 dəqiqəlik qrafikə əsasən. Hı -hı. Aha, 15 dəqiqə qrafikə əsasən market uçuşdadır. Bəs, hı -hı. Çox qəribə hərəkət edir. Yəni bu nədir? Bu çəkdirdiyin zülm nədir? İndi bax buradan yenə deyəcəm uçacaq. Sonra uçur uçur uçur. Uçuşa keçir, sonra atır aşağı biraz. Bugün inadla hərəkət edir. Ona görə demirəm. Qoy video bitsin. Yəni aşağı uçmasın pis. Hadi aslanım. O qədər sürətli hərəkət edir ki, sonradan yaranmış kimi görsənir fitillər. Onlara yəqin fikir vermisiniz. Çox sərt atıb aşağı. Aldığı reaksiyasına gözəl yerdən reaksiya alıb. Bu nə reaksiya idi? Bir dənə market. Bir saniyə boş buraxmaq olmur bunu. Marketin verdiyi reaksiya. Bu nə reaksiyadır? Bu nə qrafikdir? Sən nə etmək istəyirsən? NQ. İndi bu əməliyyatı mən necə saxlayım axıra qədər deyə düşünürsünüz, düzdürmü? Yəni, marketin elədiyinə bax. Hmm. Amma bax millət ki, sizə bir şey göstərdim. Bax burada nə baş verir? Bizə aidiyyəti yoxdur. Bilirsizmi niyə? Çünki əməliyyata burada girmişik. Aydındır. Nə baş verir bizə aidiyyəti yoxdur. İstəyir market bura. Dünyanın dağıtsın, bizə aidiyyəti yox. Buradan girmişik, buranı alacaq. Söhbət öldü. Qalan mövzu ay burada IFVC yaratdı, nə bilim bloku qırdı, breaker blok yaratdı və s. və s. Bura orta yerdir. Bura manipulyasiya yeridir, aydınmı? Bura bizim yerimiz deyil. Bizim yerimiz diblərdə giriş eləməkdir. Aha, aha. Al buranı da videomu bağlayayım. Al buranı videomu bağlayayım da. Aha. Çox yordu amma heç olmaz. Canı sağ olsun. Amma biz siz getdi. İndi qızıl var deyə biraz rahatam ki, qızıl var. Bir dəqiqə alıbmı? Bəlkə buradakı... Buranı da almaq məcburiyyətində deyil, onu dediyim. Neçə ar verib? Yəni görsədim.
Tam 4 ay verib yəni. Tam 4 ay verib. Okey. Amma yenə də gözləyirik ki, axıra qədər alınsın. Çünki video çəkirik axı. Video çəkiriksə gözləmək lazımdır. Nə düşünürsünüz millət? Bu əməliyyatları işləmək olarmı? Yəni gördünüz necə aldıq. Ee, Bunda mən dediyim kimi YouTube kanalı deyil də Telegram kanalında paylaşacağım. Yəni FVG mövzusu açılmışken bu FVG'ni de çəkeyim. Hı hı. Telegram kanalında paylaşacağım. Telegram kanalında gəlib hər biriniz öyrənə bilərsiniz və yorumlarda yazın zəhmət olmasa ki, öyrənmək istəyirsiniz, istəmirsiniz və sair fikirləriniz hansı saatlarda uyğunsa. Çünki həftədə bir dəfə olacaq və yaxud da ilk həftə ola bilər iki dəfə olsun, sonra bir dəfə olacaq. Aha, все, tamamlandı. Əla. Millət bu qədər. Biraz yorucu keçdi, biraz sıxıcı keçdi. Ha istedim. Mən özdə bu qədər danışan biri də deyiləm, amma video maraqsız keçməsin deyə bu qədər danışdım ki, nəsə bir şey olsun. Sıxılmayasınız. Hı hı. Bu əməliyyat ideal əməliyyat idi. Niyə ideal əməliyyat idi? Onu da izah edeyim, sonra yayını dayandırım millət. Dekrot olmuşuq artıq. Falan filan bunlar ayrı mövzu. Dediyim kimi, bax onu deyim sonra. Bu özü də uçacaq, onu da deyim. Nə demişdim millət? Dedim ki, əməliyyata girəndə bu əməliyyatlarda da stop, take profit dəyişmir. Aydın mı? Stop, take profit dəyişmir. Stopa da dəymirsən, break və azad məsələsi yox. İndi mən burada break var niyə etdim? Çünki birinci əməliyyatım deyil, güvənli əməliyyatım deyildi. Yəni bu uçub çox qəşəng. Baxın, uçuşa baxım deyirəm. Burada əməliyyata girdim. Market bu qədər. Sonra düşdü, orada da qalxdı bura qədər. Break ona görə etdim. Çünki ilkdən almamışdım mən əməliyyatı, yəni o trade planın qaydaları var da, yəni alıb getməlidir, qurtardı. Ondan sonra da break-even oldu və sair belə mövzular yoxdur. Ya stop, ya take profit. Aydın. Çünki minimum 3 ardı. Bax, bu əməliyyat minimum, bu əməliyyat demirəm, bu 4 ardı. Bu model 3 ardı. Minimum 3 ardı. Aydın. Yəni minimum 3 ar alacaqsan. Hə, yox, deyirsiniz ki, mən 2 ar, 2 ar su içmək kimidir. Yəni daha o qədər asanlaşdırmayım, daha doğrusu su içmək kimi də biraz yəni yanlış bir fikir formalaşdıraram. Yəni 3 arı 10 demək istəyirəm ki, yəni 3 arı rahat verir. 2 arı ona görə daha rahat verir. Onu nəzərdə tuturam. Aha. Və ən gözəl nədir millət? Sadəcə, sadəcə sizin qrafikdə oturma dəqiqəniz 30 dəqiqəni keçmir. Çünki 30 dəqiqənin üzərində deyil. Gün ərzində bir əməliyyat alırsınız və onunla da mövzu bağlanır. Aydınmı? Nəysə millət, hər biriniz uğurlar. Öyrənmək istəsəniz gəlin kanalıma. Allah'a əmanada. Sağ olun.